5 illik həsrətin bitməsinə artıq saatlar qalıb. Demək olar ki, bütün MMA dünyası bu geri dönüşdən danışır. Conor McGregor uzun bir aradan sonra geri dönür və Las Vegas'ta keçiriləcək UFC 329 kartının əsas qarşılaşmasında Max Holloway ilə revanş döyüşünü keçirəcək. Qarşılaşmada favorit Max Holloway göstərilir. Ancaq mən Conor'un Max'a qarşı şansının bu qədər az olduğunu düşünmürəm. Bir çox UFC döyüşçüləri və analistlər bu döyüş haqqında danışıblar və qalibin kim olacağını təxmin ediblər. Təbii ki, mən də sizin analistiniz olaraq bu döyüş haqqında fikirlərimi bildirməsəydim olmazdı. Əslində döyüşü texniki tərəfdən analiz etməyə çalışanda Max Holloway'in qalib gələcəyini demək olur. Amma təbii ki, döyüşdə sadəcə texniki tərəflər rol oynamır. Max Holloway'in bu qarşılaşma üçün fərqli bir şey hazırladığını düşünmür. Ən güclü tərəfi boksudur və hər döyüşdə bunu daha da yaxşılaşdırmağa çalışır. Conor isə fiziki olaraq daha güclüdür. Daha ağıllı döyüşür, bitiriciliyi yüksəkdir və zamanlaması mükəmməldir. Və Max'ə nisbətən güləş və grappling bacarıqları da var. Ancaq Conor'un elə bir dezavantajı var ki, bu qədər avantaj döyüşün içində ona xeyir verməyə bilər. Həm tez yorulur, həm də xarakteri zəifdir. Max Holloway'in döyüş planının buna uyğun bir şey olduğunu düşünürəm. Yəqin ki, ilk raundlarda Conor'un baskısına tab gətirməyə, raundları itirməməyə çalışacaq. Sonraki raundlarda isə daha aktiv olub qalib gəlmək istəyəcək. Təbii ki, təsadüfi bir zərbə döyüşün talihini hər ikisi üçün dəyişə bilər. Mən bu döyüşdə Conor McGregor'un qalib olacağına daha çox ehtimal verirəm. Gün ərzində bütün ana kart döyüşləri üçün proqnoz verdiyimiz video gələcək. Odur ki, videolarımızı bəyənməyi və kanala abunə olmağı unutmayın.